Bugün Ümumdünya Hemofiliya günüdür. Bu məqsədlə Arzulara Qanad Verək adlı qan vermə aksiyası təşkil edilib. Bu barədə ətraflı məlumatları bizə birbaşa bağlantıda əməkdaşımız Lalə Allahverdiyeva çatdıracaq. Lalə, buyurun, efirdəsiz, söz sizdə. Hər vaxtınız xeyir. Bəli, Arzulara Qanad Verək qan vermə aksiyası hazırda Respublika Qan Bankında həyata keçirilir. Vətəndaşlar əvvəlcə qeydiyyatdan keçirlər, daha sonra müayinə olunurlar. Əgər müayinə prosesində müvafiq şərtləri qarşılayırlarsa, onlar donor ola bilirlər. Ümumilikdə isə Ümumdünya Hemofiliya günündə keçirilən aksiyada daha çox hansı xəstəliklər əhatə olunur, məqsəd nədir? Bu barədə ətraflı məlumatı Uşaq Məsələləri Şöbəsinin müdiri Cəmilə Bağırova çatdıracaq. Buyurun Cəmilə xanım. Hər vaxtınız xeyir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda dövlət uşaq siyasətini həyata keçirən dövlət orqanıdır. Və qeyd etmək istəyirəm ki, hər il olduğu kimi bu il də bizdə Arzulara Qanad Verək adlı aksiya keçirilir. Hər il bu aksiyanı keçiririk. Keçən il dövlət qurumları ilə birgəlikdə keçirdik. Bu il isə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, onların təşkilatın üzvləri ilə həyata keçirik bu aksiyanı. Bizdə bugün müəllimlər, həkimlər, tibb bacıları, eyni zamanda hemofiliya təşkilatının nümayəndələri, könüllülər təşkilatı, gənclər təşkilatı, bunlarla birgə aksiya keçiririk. Məqsəd məhz xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət dəstəyidir. Eyni zamanda qeyri-hökumət təşkilatlarının nümayəndələridir. Məhz bu mövzuya yönəltməkdir. Təşəkkür edirəm. Təşəkkürlər. Qeyd edeyim ki, Ümumdünya Hemofiliya günü 100-dən çox ölkədə keçirilir və hazırda bugünkü aksiya saat 7-yədək davam edəcək. Hələlik isə bizim buradan çatdırmaq istədiklərimiz bu qədər idi. Sözü sizə ötürürəm. Çox sağ olun Lalə, ətraflı məlumatlar üçün bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Lalə Allahverdiyeva idi.